Siz heç bu üç şirniyyatın hansı mənaları daşıdığını bilirsiniz? Qoğal bizim günəşimizi simvolizə edir. Şəkərbura isə bizim gecələrimizi işıqlandıran ayımızı, yəni ayparanı təmsil edir. Paxlava isə ulduzların bir rəmzi olaraq Kainatın müxtəlif qatlarında səyahət edən şuur və ruhun su üzərindən formalaşaraq dünyada və materiyada təcrübə keçməsindən xəbər verir. Od, su, torpaq, yer çərşənbələrimiz isə astroloji cəhətdən həyatımızı formalaşdıran alov, su, torpaq, hava elementlərini təmsil edir. Tonqal bütün bədnəzərləri məhv edərək yeni dövrə keçməyimizi, səməni isə yeni başlanğıcların həyatımıza doğulmasını rəmz edir. Yəni bu bayram planetar enerjilər üzərində qurulan həyatımızın və yeni ilin simvolizmidir. Bu əksəriyyətimizin bilmədiyi məqamlar idi sizə təqdim edirəm. Planetar enerjilərlə qidalanan ruhaniyyatımızın rəmzi olan Novruz bayramınız mübarək olsun.